Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün hinduşka ətindən çox asan bir yemək hazırlayıram. Hinduşka buğlaması və bunu sizinlə paylaşmaq istəyirəm. Yeməyimizə keçməmişdən öncə kanalımıza abunə olub, yorum yazmağı unutmayın. Bizə dəstək üçün hər birinizdən Allah razı olsun. Hinduşkanı, toyuğu hər kəs öz üsulu ilə doğrayır. Mən isə bu dəfə bu formada doğrayıram. Kanalımızda digər hinduşkadan hazırladığımız yemək videolarımız da var. Həmin videoların linkini də qeyd edəcəm. Videomuzun açıqlama bölümündə sizin üçün maraqlı olsa keçid edib baxarsınız. Mən bu formada doğrayıram. İri sümüklərini hinduşkanın çıxardıram və xırdalamağa çalışıram. Mən buğlamanı küpədə hazırlayıram və küpənin ölçüsündə isə tikələri doğrayıram. Dəyərli izləyicilər, buğlamanı bildiyiniz kimi mal ətindən və yaxud da ördək, toyuq ətindən də hazırlamaq olur. Sizin əlinizin altında nə varsa onunla hazırlaya bilərsiniz və mən ətin hamısını doğradım. Sümüklü tikələri sonraya saxlayıram. Digər yeməklərdə istifadə etmək üçün, ancaq ətli tikələri seçib buğlama üçün bişirəcəm. Suyu təmiz olana qədər, yəni suyu durulana qədər ətimizi yuyuram. Buğlama üçün bizə lazımdır yaşıl bibər, qırmızı bibər, pomidor, hayva, soğan və sonda isə üzərinə kartof əlavə edəcəyik buğlamamızın. Bunların hamısını əvvəlcədən yumuşdum, indi isə iri ölçü ilə doğrayıram. Yeməyi hazırlayacağım küpənin dibinə biraz duru yağ əlavə edirəm. Ətin sümüklü tikələrini lap alt hissədən qoyuram. Üzərinə isə doğradığım tərəvəzlərdən əlavə edirəm. Soğan, yaşıl bibər, duz, pomidor, qırmızı bibər. Bu cürə ətin hamısını tərəvəzlərlə birlikdə qablaşdıracağım küpəmə və orta hissələrinə duz, istiot, yenə də biraz da sarı kök əlavə edəcəm. Yeməyin ara qatlarına hayva da əlavə edirəm. Hayva xüsusi dad verir bu yeməyə. Və üçüncü qata da ət əlavə edəcəm. O lap üst qata. Sonra isə üzərindən yenə də pomidoru, hayvanı, biberlərdən nə qalıbdısa onları üzərinə yığıb, sonda isə laf üstünə cəfərini bir neçə hissəyə əlimlə qırıb hayvanın üstündən qoyacağam və yarım stəkan kimi də su əlavə etdim. Onsuz da tərəvəzlərin özünün suyu çıxacaq. Suyu tökməsək də olar, ancaq suyu tökməyəndə qazın altını çox aşağı qoyub, yəni uzun müddət gözləmək lazımdır ki, tərəvəzlərin suyu çıxsın, daha sonra qaynağa düşsün. Mən isə vaxtım az olduğu üçün birazcana su əlavə etdim və dəmirin üzərində qoydum ki, qaynasın. Artıq 1 saatdan çoxdur buğlama qaynayır. İndi isə üzərinə kartofları əlavə edirəm. Gördüyünüz kimi yeməyin özünün də nə qədər suyu çıxıb və qoyuram kartofları isə buğda bişsin. Dəyərli izləyicilər, demək olar ki 2 saata yaxındır ki yeməyimiz qaynayır. Bizim bişirdiyimiz hinduşka körpə olduğu üçün tez bişdi və yeməyimiz hazırdır. Ət qoyum, ət.
Baye. Al. Yesen? Ay. Buğlamanın əti göründüyü kimi yumşaq, pambıq kimi bişib. Üzərinə isə yeməyin biraz da dadlandırmaq üçün sumaq əlavə etdim. Kartofun bişməyini də göstərmək istəyirəm. Böyük ölçüdə olduğuna baxmayaraq kartofumuz da çox qəşəng bişib və uşaqlar üçün hazırladığımız şokoladlı keksi də sizinlə bölüşmək istədim. Dəyərli izləyicilər, keksin tərkibinə qatdığımız ərzaqları da videonun alt bölümündə qeyd eləyəcəm. İnanın ki, möhtəşəm bir keksimiz alınıb. Şokoladlı və yumşaq istikən kəsib sizə göstərmək istəyirəm. Keksimizin içi də çox gözəl bişib. Evdə olan ərzaqlarla hazırladığımız bir tərkibli keksdir. Bişirənlərə nuş olsun. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. Videolarımızı bəyənməyi unutmayın. Salamat qalın. Növbəti videolarımızda görüşənədək. Ellerine sağ olsun. Ha. İçinde ne var? Şokolat da var. Hə, şokolad. Nuş olsun. Samaya.